Evet, başlayırıq. Vasif. Vasif, amonimlər nəyə deyilir? Leksik mənasına görə fərqlənən sözlər. Amonimlər eyni hissəsinə aid olur, yoxsa müxtəlif? Həm eyni, həm müxtəlif. Antonimlər nədir? Necə sözlərdir? Antonimlər necə sözlərdir? Əks mənalı sözlərdir. Sinonimlər necə sözlərdir? Yaxın mənalı sözlərdir. Sinonim, antonim çox mənalı sözlərdir. Üçün ortaq cəhəti nədir? Yavər dedim. Hə, yalnız eyni nitq hissəsinə aid olmaq. Yaxşı, amonimləri nədir? Bu üçündən fərqləndirən cəhət nədir? Amonimlərin bunlardan fərqli olaraq amonimlər həm də aysız, bəli, həm eyni, həm də müxtəlif nitq hissəsinə. Həm eyni, həm də müxtəlif nitq hissəsinə aid olur. Yaxşı. Demək, mütləq və nisbi sinonimlik. Nədir Aytaç, mütləq sinonimlik? Həmişə. Çeşmək. Aha, yaxşı. Amoqraflar nədir? Amoqraf necə sözlərdir Əsman? Amoqraf. Vurguya görə fərqlənən sözlər. Amma formlar nə idi? Başlanğıc form. Parolimlər nə idi? Yazılışı görsən deyirsən deyilişi eyni. Hardan yazılışı eyni olur? Parolimlərdə yazılışı eyni olur. Bir hərfə görə fərqlənən sözlər parolimlər adlanır. Hə. Aha. Bəli. Sonra başqa nə deyə bilərik? Aha. Qəlb sözü Q ilə yazılanda nə deməkdir? Mənası? Xırda pul yoxsa saxta pul? Pul deyəndə məsələn saxta pul demək olar. Eyni zamanda məcazi mənada da düşünmək olar. Yəni insan da demək olar, yəni saxta insan. Məcazi mənada da işlətmək olar. Yaxşı, bu saydıqlarımız amonim sayılırmı? Yəni paronimlər, amoforumlar, amograflar amonim sayılır, sayılmır. Sonra xüsusi isim kimi həm ümumi, həm xüsusi isim